Yayınlarımı da çok geç atıyorum. Allah hakkı. Çok geç atıyorum. Gel doğruyum. Geceler Necəsiz ay izləyicilər? Yemək yiyəni yiyəni olmasın, bunu yazıq mən nağarırım ki, ancaq yemək yiyənin yiyəni. Allah hak yemək yiyənin yiyəni açırım.
kimi kızsın. Salam, salam. Su kısadık oğlum. Çok sağ olun ya. Teşekkür ederim. Kabakçı Nastilya'nın yok da. Diye beni kuruttular. Tüm Nastilya'nın her şeyini elimden aldılar. Yayında para bildiler. Niye gelmir? Niye gelmir ki? Danışsız ki bu gelmir. Yine 40 saniye neler attım ha. Ben her günümü şükür edeyen adamım. Söhbət mənim yayım apara bilməm yerindən gedir. Mən pek eləyirəm ki, maalesef de gəlməsin. Boş ekrana gəlmirəm, ancaq pek eləyəndə gəlir. Bu gününü başqa pek eləyirəm ki. Nətə sıralamada olan adamlara baxsın, hiç tanımırsan da kimdir? Tanımır eləmir. Bütün gün PK'dadır, dəstəkçi girir, keşfete girir, oyunu xoşuna gəlir, bir-birinin atı çıxır. Ben hiçbir yayın açıp PK eləyirəm ki, bir dənə ki, yeməkdən yeməyi açırım. Allah şükür 200-300 nəfərə düşməmişəm, Allah şükür yayımımda adam da var. Prosto pek eləmirəm. Bir yana aşağısı 5 milyon olur mu? Azdı 5 milyon adam. İkiyüze düşəndə nə olur ki? Valla siz dersiniz, valla bilmirəm 200'e düşəndə nə olur. Sevən onsuz da gəlib dəstəyim ol, hediyə atacaq. Sev. Neçə nəfər üçün çək? 5 nəfər üçün çəkmişəm. Taxırıncıda dünəm sos pişirmişdim para. Suyu çoxdur, hə. Akşam vaxtı da yiyib yenə partlayacağım. Götürüm suyu çoxdur. Yiyib yenə partlayacağım. Yəni kimdə partlamaya düşürəm. Solzak solze. Solzak solze. Allah ki göz hakkınıza halal edin. Allah olmayanlara da getirsin. Bu sefer tez yedim. 3'e 4'ü saklamadım. Nuş olsun. Çok çok sağ olun. Geschichte. Neyse mənim bir moderatörüm var, o mənim canlıma gəlmir, Melisa. Gəlsin soruşacağım görün nə olur.
WhatsApp üzüm. Pandora geyimindəki də səfər. Şəkərət, bəlkə də tutulmuşam, yaman su istəyir ürəyim. Gecələrdə ancaq nə saxtarım ki üçün. Elə tez sudan yanır, ciyarı yanır, çox su şəkər olur bəlkə də. Abi, xoş gəldin. Ailə yox, uşaq yox. Allah'ım. Kim için yaşayalım iyi? Sos. Dana etidir. Diyete tutmuştum çok. Üstüne pişmişim. Tabii yemeliyim de niye sozdan adam gene razı. Arkadan evden sizi Bakıda bütün gün gedirsen ki hemen insana mıcıda onu sarıyor. Mıcıda gel oradan yiyirler. Döner yiyirler. Bunları yiyeceğim da. Edəbli, oturuşunu, duruşunu bilən qız istəyirəm mən. Elə qalsa mən də alarım. Gedirsən o gün Azərbaycanda olanda getmişdən kimsə qızın evindəydin, deyirsən bunu alarsan. Öylesinden evlenmek istemiyorum. Ben bir ömür boyu yastığa baş koymak istedim. Varsa da o, yoksa da o. Nenem var 85 yaşında. Ne mesela nene? Büzüşü bindi. Nuş olsun, sağ ol nikahım. Kırk sene taptığı kız şəhər kızı. Mən nəbim ki, o məni sevib gəlir. Saf olmayın sizdə. Mənim kimi safsız elə inanım sizin hansı axıdır başınıza bir gəlir. Allah haqqı.
Sen sırtıksın, az yok ha, zerre deme, Allah hakkı sırtık deyiləm. Bir adama zəfirim, üzümə adı boy versin, ikincini yığmarım. Qulan haqqı məndə sırtıqlıq yoxdur. İstifadəçilik də yoxdur. Beylerinde yemek kurtarmıyor, o zaman çörek kurtardım. Çörek ben yerim, ona göre ben kökevlerine de çörek. Niye yazın adamam, niye bu lazım bocaksın ki? Kimsenin yoktur. Çarşıv olardım, acı olardım ama anam olardı çarşı. Ben Hünçkadan Teotan saxlayıb bir tərəfdə olacaqdıq. Kimsəsiz olmaq çox pis şeydir. Yiyəsiz olmaq çox pis şeydir. Oturam edib dərdləşəcəyim bir insan yox. Bu işi görürəm, sevincəyə çıxır, fəxrlə gəlib deyəcəyim bir şey, insan yoxdur. Gələm deyəm ki, ay mama, bax, bunu belə elədim, bu belə oldu, yoxdur. Camadıma hamısı anasından dərdləşir. Qəddar olmayın, Allah haqqı. Piyə bilmərəm, bu piydir. Qəddar olmayın, sən aramışam, nə pis deyirəmişəm ki. Qoyun əti dövmə atidir. Can, mənim də anam yoxdur. İndi sənin anan yoxdur da mənim başa düşərsən. Anam yox oldu, nənəm var idi. Nənəm bizə ana kimi baxırdı. O da yoxdur. Kızlarından, uşaqlarından alırdı, bizi saxlayırdı, bizi yedizdirirdi. Pensiyatın bizə gedirdi, hazırlıqlarımıza gedirdi. Mən bir tane yiyəmirəm. Sən kimlə yola gedir? Mən hamı ilə. Mən hamı ilə yola gedirəm. Düzdür, çətin xasiyyətlərim biraz olur. Amma mən hamı ilə yola gedirəm. İnsanları tanıdıram. Başa düşürsən? Bəzilərin canlısı düşən kimi gəlirlər mənə tərəf. Öz kütləmdən ona da verirəm. Ölənlərinə rəhmən. Poçtu şidimin işləmlə. Oxumuşam. Özüm pişirəm. Onları mən istəmir, uşaqlar bir dəfəlik birində istəmirlər məni. İstəsələr nömrəmi də bilirlər, hər bir şeyimi də bilirlər. İstəmirlər də, o vaxtdan istəmirlər. Nahar məni də Allah belə yaratmışdı. Əzilib büzülürdüm, qız kimiydim, neynim, ondan bəri istəmirlər, məni xor görürdülər. Qapıya Nələmcədə qalırdım. Qapıya bir vəzifəli iş yoldaşları gələn ki, mənə dedilər, ged otur kuxunada. Qıcı tavatlarla deyirlər ki,
Bunda əmimcə qalırdım. Nənəmin yanında. Necə bilmirəm ki. Allah hiç vaxt pislərə vermir. Ben əlbəttə ki, pis yerdə tək olmaq. Çox insanlar deyir ki, tək olmaq yaxşıdır, amma yox. Deyirlər neysən, bax, qarışanın yox, öz əlin, öz başın yox, amma istəmirəm mən tək olmaq. Neyimsən deyir, başın savaşa yaşayırsın da, azdan çoxdan TikTok'a girirsən, qazanırsan, öz əlin, öz başın, qarışanın yox, eləyənin yox. Öz əlimi yox, mən istəmirəm. Mən də istəmirəm. İstəyirəm ailəm olsun. Amma anam olsaydı, ama mən atmayacaqdı. Hər əzilib büzülsən belə, o yenə mənə yerə duracaqdı. Çünki anadır. Nə bir marqadarım, özümdən asılı doğru da, arvad olmaq istəyirdim. Çünki qadın hormonları çox idi. Deməli, arvad hərəkətləri edirdimsə, deməli, arvad olmaq istəyirdim o vaxtlar. Yaman keşe pişirmişim. Bir oyuncuya diyorum. Her diyorum. Qabaqlar bir dənə kişi xasiyyətləri, kişi hərəkətlərinə dördü. Ancaq bütün qızlar bəzənirdi, gidib ona baxırdım. Pomada vurdular. İndi rəsvar instituta tezə daxil olmuşdu, gəlirdi, gedirdik. Bizim də nənə evində qalırdım axı, əmi. Orada ata uzaqdı. Hamı oraya gəlir, gedirdi. Bəzənirdi, gidib ona baxırdım ancaq. Arvad hərəkətləri, ancaq arvad hərəkətləri. Qeybət dururdular, oturdum arvadların qeybətinə qulaq açırdım. Dermancan yok. İndi yok az Allah'ınız olsun. Aslında deyiləyəm ki, az Allah'ınız peyğəmbəriniz olsun az. Düzlüyü var. Demirəm yoxdur nazlanmaq. Amma qabaqçı kimi deyiləm daha iyi cəmaat. Gəlmə Allah'ın danışaq da. Ha çalışam özümü düzəldəm. Ha neyim? Mənə demişəm ki, nöqsanlarım oldu deyin.
İnsan öz gözündə nöqsanı görmür. Qabaq burcuda yeriyirdim. Allah haqqı. Deyir bu ne belə yeriyir. İndi ömür boyunca yerimərəm. Nə olar ki, bir dənə mənim ailəm olsun, mənə kömək eləyində nə olar ki, ay yaxşı kənd qızları, ay rayon qızları, vallahi Allah and olsun sizi bir əlinizi yağda, bir əlinizi balda saxlayaram. Tək qalmaq istəmirəm, yaşım keçir. Allah and olsun, düzdür, mənim fərasətim yoxdur. Demirəm mən kimsə qızlarla düşəcəm, eləyəcəm, yoxdur da o fərasət yoxdur, qırs boynuma alam. Nə olar, bir dənə düzənməlli, ləyaqlı, namuslu, qeyrətli, tərbiyəli, olsa Allah haqqı əl-ələ verək yaşa, heç nəyin lazım deyil, nə cehizin, nə xaladelnikin, nə televizorun, özünüz görürsünüz ki, evim tıplı təpli doludur, hər şey var.